həkim qonağımız cərrah mama ginekoloq Sevil Arif qızıdır. Sonsuzluğun müalicəsi bilirsiniz çox faktorludur. Burada ətraflı araşdırma aparılmalıdır. Yəni indi biz hal-hazırda Sevil xanımla görüşürük. Xoş gördük sizi Sevil xanım. Bu arada studiyamıza xoş gəlmişsiniz. Ekstrakorporal müalicə bütün dünyada getdikcə artım göstərir. Yəni müraciətlər sırasında ön plandadır. Sonsuzluqdan əziyyət çəkən hər gələn müraciət edən pasiyentə bu müalicə tətbiq olunmur. Yəni burada ehtiyac duyularsa. Amma mən bilmək istərdim kimlərə ehtiyac var? Yəni ən çox da səbəblərdən asılıdır bizim seçimimiz. Boruların olmayan xanıma, boruları tıxanıqlı olan bir xanıma icra olunub. Yaxud da yumurta rezervi çox az olan bir xəstəmizə illərdir siz gəlin stimulyasiya eləyək, oradan bir şey çıxar, hamiləlik olma ehtimalı var deyib bunu da uzatmırıq. Onun üçün bu üsulla da yenə ekstrakorporal müalicəyə müraciət edirik. Kişi tərəfi də təbii ki, hüceyrə sayısının çox az olmağı, çox az dediyimiz 5 milyonun altında olmağıdır. Bəzən xəstələr gəlir deyir ki, doktor, mənim faizim çox yaxşıdır. Burada faiz əsas faktor deyil. Burada əsas faktor hamilə qalmaq üçün 1 mililitrdə hücrələrin sayısıdır. Yəni 5 milyondan aşağıdırsa bu kütlə gedib yumurtanı tapıb orada onu dölləyə bilmir. Ona görə də belə bir xəstələrə biz ekstrakorporal müalicə üsulu deyirik və ən ağır forması, kişilərdə ən ağır forması da tamamən hüceyrə olmamağı. Uroloq tərəfindən TES əməliyyatı icra olunur. TES əməliyyatından biz hüceyrələr tapıb və bu şəkildə biz hamiləliyi əldə edə bilirik. Yəni bəlli bir qlobal problemlər var ki, biz bunların görən kimi deyirik, sizin artıq başqa bir yöntəmə başvurmağa mənası yoxdur, uğursuz olacaq. Siz artıq daha ağır, daha şansı çox olan bir üsula müraciət eləyin deyirik. Siz deyirsiniz ki, spermatozoidin sayı azlığı, bəli, düzdürmü? Burada cinsi zəifliyin, o toxum hüceyrəsinin aktivliyinə, mayalanma qabiliyyətinə, zəif olmasına hər hansısa bir aidiyyəti var mı? Belə deyim, normal vəziyyətdə 3 gündə bir ilişkiyə girilən bir xəstələrdə hamiləlik baş tutur. Çünki kişi hüceyrələri xanımın bədənində 3 gün ərzində yaşaya bilir. Və bu 3 gün ərzində yumurta çatlaması olarsa hamiləlik baş tutur. Amma cinsel zəiflikdən dolayı, düzgün ilişkiyə girməməkdən dolayı biz bu ilişki 6 gündə bir, 10 gündə bir, ayda bir olursa təbii ki də həmin günə düşmək olmur. Çünki yumurtanın yaşama müddəti cəmi 24 saatdır. Yəni bir gün ərzində əgər ilişki olubsa 3 gün öncəsində və 3 gün sonrasında, yumurtlamadan sonrasında hamiləlik ihtimalı var. Amma 10 gündə bir, ayda bir ilişki olursa təbii ki də burada həmin günə düşmə ehtimalı çox azdır. Onun üçün də hamiləlik ehtimalı çox azdır. Yaşı hər zaman ön plana çəkirik. Hər nə qədər də bir çoxlarımıza... Yaşı bir də xanımlarda ön plana çəkirik. Amma yenə də yaş deyil, əslində sırf sağlamlıqla bağlı olan bir mövzudur. Yəni bir qadının yaşı olsa da, sağlamlığı yerindədirsə, dediyiniz kimi laboratoriya şəraitində, nə bilim, bu kolbaların içində bəli bir övlad ona payı verəcəksə, niyə də olmasın? Amma yenə də adı üzərində sonsuzluq. Buna bəlli bir səbəb var. Bu orqanizmdə nəsə baş verir. Bunu araşdırmaq, A'dan Z-yə yoxlamaq bəlli bir zaman tələb edir, bəlli bir məsrəf tələb edir. Bəzən xəstələr müraciət elədiyi zaman, ən qısa yoldan getsək daha müraciət elədikləri zaman həmən bir anlıq biz başlayaq müalicə edirlər, amma biz öncədən yoxlamadan problemi, başqa bizə narahatçılıq verə biləcək, bizim işimizi uğursuzluğa gətirə biləcək amillər nədirsə, bunları mütləq araşdırıb ondan sonra bu işə başlayırıq. Yəni bugün mən gəldim, bugündən başlayaq desələr belə biz o xəstələri öncə bir müayinədən keçiririk. Bəzən olur ki, sadəcə bir hormon dəyişikliyini, bunu düzəldin, 2 ay sonra gələrsiniz dediyimizdə, o 2 ay müddətində özləri də hamilə qalır. Məyər bu illərdir gözlədikləri problem mənə gəlib müraciət etməklərinin səbəbi sonsuzluqdur. Amma bu sonsuzluğun çox hasant bir şəkildə də müalicəsi var imiş. Heç bu qədər gözləməyə də ehtiyac yox imiş. Xüsusi analizlər aparılır. Bəli. Embrion keyfiyyətinə görə dəyərləndirilmələr aparılır və burada xəstə pasiyentin özü də seçilməlidir, bu cütlük də seçilməlidir. Yəni, nə istəyinizə bağlıdır. Düzdür, burada hər şey sifarişlə deyil, amma onlar olmazlar var və insanın özünün də təbii resursları bu imkanı, bu şəraiti yaratmalıdır. Olur, məsələ, bəzən ekstrakorporal müalicədə bu
mübarək bir üsul deyil. Yəni hər bizə müraciət edən xəstəmizi də qucağı dolu göndərə bilmirik. Bəzən yumurta çıxmaya bilər, keyfiyyətsiz ola bilər, döllənmə baş tuta bilməyər. Yəni ya döllənmədə də hamısı anormal gələ bilər. Genetik yoxladığımızda belə 10 embrion varsa elimizdə, bu onu da xəstə gələ bilər. Yəni hər kəsə biz bu üsulu eləyirik, icra eləyirik və siz 100% hamilə qalıb bizdən qucağınıza uşaq alıb gedəcəksiniz sözü deyə bilmirik. Hər xəstəyə görə individual olaraq şansı deyirik. Kiməsə 1% deyirik, kiməsə 15% deyirik, kiməsə 60%. Ekstrakorporal müalicə üsulunun ən yüksək faizi 60-65'lərdir. Bunlar da hansı embrionlardadır? 5 günə qədər gəlib çatan, artı üstündə bir də genetik yoxlanmış bir uşaqlarda biz 65'lər deyirik. Bir də polikistik yumurtalığı olan bir xəstələrimizi. Niyə? Çünki onların yumurtaların sayısı çox olduğu üçün embrion sayısı da çox olur və digər xəstələrdə müqayisəmizdə bu qızlarımızın hamilə qalma şansları daha çoxdur. İçindən seçim şansımız var. Ən gözəllərini seçə bilirik. Biri də var ki, 2 yumurtası var, 2 embrion əmələ gəlib, orta keyfiyyətdir. Təbii ki, bunun şansı digər qızımızdan daha aşağıdır, amma yox deyil. Birinci dəfədən hamilə qalmaq üçün əlimizdən gələni eləyirik ki, dəfələrcə bu qədər maddiyyatda xərcləyib təkrar bu üsula baş vurmasınlar deyə. Doktor, keyfiyyət deyirik, keyfiyyət göstəricisi nədir? Embrionun, Yəni, mən belə deyim, ilk xəstə gəldiyimizdə elə xanımlar olur ki, baxdığımda yumurtalığın içindəki rezervi görürəm. Hər tərəfdən 1-2 yumurta deyirəm ki, sizin şansınız maksimum 5%-dir. Amma digər xəstə gəlir, yaşı gənc, yumurta sayısı çox. O xəstəyə deyirəm, ortalama bir 50-55 var. Amma yumurta topladıqdan sonra, embrionlar əmələ gəldikdən sonra görürük ki, bu 5% şans dediyimiz xəstəmizin embrionları o qədər gözəl olur. Amma digərinki yaşı gənc belə olsa, yumurta sayısı çox olsa belə embrion keyfiyyəti gözəl olmur. Burada artıq şans dəyişir. Bax, biraz öncə nə dedim? Yaşa da bir o qədər vurğu Əsas əmələ gələn uşaqların, yəni embrionların keyfiyyətidir. Onların düzgün bölünməyidir, istədiyimiz günə uyğun bölünməyidir və ən çox sevdiyimiz blast şəklinə gəlib çatmağı, blast dediyimiz 5 günlük bir embrion halına gəlməkdir. Bəzən olur ki, o blast halına 6 günə gəlib çatır. Bəzi laboratoriyalarda çox nadirən, amma 7 günə qədər gözləmiş embrionlarımız da olur. Amma bunlar nə deməkdir? Bu yavaş böyüyən deməkdir. O embrionların şansı daha azdır. Yenə də amma bu böyüdüyü üçün biz onları da transfer edirik və onlardan da hamiləlik əldə edirik. Qarışdırma ehtimalları varmı? Biz bu haqda danışdıq, amma istəyərdim ekranlaşdıraq bunu. Yox, qarışdırma ehtimalı yoxdur. Çünki hər mərkəzdə aldığımız hüceyrələr, yəni aldığımız etapdan başlayaraq bunlar çiplənir. Yəni bunlar kodlanır və onun qarışma ehtimalı demək olur ki, yoxdur, yəni sıfıra bərabərdir. Bəzən xəstələr başqa bir ölkələrə də üst tuturlar və çoxsu da peşman bir şəkildə üzümüzə qayıdırlar. Azospermiyalı olan bir xəstəyə aşılama edilir. Aşılama dediyimiz nədir? Bu ekstrakorporal müalicə deyil. Yəni bu aşılama borular açıqdırsa xanımda, ya ikisindən biri yaxud da ikisi də açıqdırsa və kişi hücrələrinin sayısı 5 milyondan çoxdursa, bu kişi hücrələri laboratoriyada yuyulur, təmizlənir, aktiv hissələri seçilir və uşaqlığın içinə vurulur. Daha yaxın, yumurtaya yaxın, borulara yaxın vurulur. Amma hüceyrə sayısı olmadıqda, yaxud da 5 milyondan aşağı olduqda bu proseduru eləmək düzgün deyil, çünki boş iş olur. Amma biz görürük ki, çox yanlış bir müalicə üsulları, çox yanlış. Bir də yanlışlığı bir tərəfdən illər alınır. Xəstənin zamanı alınır. Hər dəfə deyim, yəni kişilər üçün bu böyük bir problem deyil. Onların yaşından asılı olmayaraq hüceyrə şəkli və sayı dəyişmir. Cüzi bir şəkildə dəyişiklik ola bilər, amma qlobal bir dəyişiklik olmur. Amma xanım üçün bu çox önəmlidir. Xanım üçün hər keçən ay onun üçün çox önəmlidir. Ona görə 3 ay, 5 ay, 1 il, 2 il gözdə gəldi 42, 43. Bundan sonra da aşılama eləməklərin, o spontan, yəni normal bir şəkildə hamilə buraxmağı, siz stimulyasiya eləyək, göndərək 44 yaşındakı bir xanıma, o düzgün deyil. Yəni o yaşlarda artıq hamilə qalma şansı ekstrakorporal müalicəsində belə azdır. Yenə də burada yumurtalıqların hiperstimulyasiyasından gedirsə söhbət, gələcəkdə ola biləcək miomalar, kistalar və s. Bu kimi tərəddüdü yaşayıb sizə sual yönəldənlər varmı? Onlara necə cavab verirsiniz?
biz hər hansı bir stimulyasiya elədiyimizdə biz yumurtaların, yəni folikulları böyüdürük. Verdiyimiz dərmanlar yumurtalığı bir oyandırır və bu ay bəzən olur ki, ovulyasiya olur, bəzən olur ki, ovulyasiya olmur. Orada qalan yumurtalar sonradan, altda qalan yumurtalar sonradan da böyüyüb onu folikulyar kist şəklinə gətirib çıxarda bilər. Folikulyar kist bu qorxulu bir şey deyil. Bu sadəcə zamanında çatlayıb boşala bilməyən bir folikuldur. Öz başına 1-2 aya keçir o folikul şişeyi, kist şəkli. Amma daha tez bir effekt almaq istəyiriksə, buna bir müalicə üsuluna tətbiq edirik. Bəzi xəstələr bundan çox qorxur ki, doktor, biz stimulasiya edirik, bu dərmanlar bizim bütün yumurtalıqlarımızı kistə çevirəcək. Yox, bu müvəqqətdə olan bir şeydir və bu keçən bir şeydir. Yəni, hər halda müraciət etdiyimiz mərkəzdə həkim peşəkar həkimdir və adekvat dozanı bilir. Seçimini də eləyəcək, doğru şəkildə bunu tətbiq eləyəcək. Yenə də hər bir halda individuallıqdan danışırıqsa, hər bir orqanizmi fərdə yanaşma var və ekstrakorporal müalicədən danışırıqsa biz burada çətinlik törətməməlidir həkim tərəfindən olunan müayinələr, müalicələr, müdaxilələr. Çünki hər birimiz eyni problemdən gəlmirik. Məqsəd eynidir, övlad sahibi olmaq. İnsan fərqlidir. Amma bəli, insan fərqlidir və burada sonsuzluğa bağlı müxtəlif faktorlar var. Xanım var ki, çox üzr istəyirəm, mən istəyirəm mövzunu tamamilə dəyişim. Bir var, sıfırdan övlad sahibi ola bilməyən, dəfələrlə bu problemi yaşayıb və illərini, zamanını artıq itirən insan. Bir də var ki, artıq övlad sahibidir və yenə də artıq sizi dinləyərək bir çox maarifləndirici səhifələri oxuyur, nəzəriyyə oxuyur və s. bilgilənir ki, həqiqətən də əgər evimdəki doğulan körpədə hər hansı bir xəstəlik varsa və ya ailəmdə bir hekayə, bir miras daşıyıramsa, gələcəkdə dünyaya gətirəcəyim körpədə o risk olmasın deyə mən gedim ekstrakorporal müalicə metodundan istifadə edeyim. Yəni, bu müraciətlər də artsın deyə biz bu işin təbliğatını... Ən çox bunu kimlərdə istəyirik? Biz talasemiya daşıyıcı olan cütlüklərdə. Yəni, ikisi də daşıyıcıdırsa, yoldaşı da, xanımı da, bunların 25% xəstə uşaq olma ehtimalı var, 50% daşıyıcı olma ehtimalı var, qalan 25 sağlam olur. Yəni, bunu bilərək dəfələrcə hamiləliyə, yəni normal hamilə qalıb, 16 həftəsindən sonra yoxlamaq üçün amniosentez üsuluna başvururuq. Amniosentez dediyimiz dölyanı mayeni alıb, bu uşaqda talasemiya xəstəliyi varmı, yoxsa yoxdur, bunu araşdırırıq. Talasemiya xəstəliyi olan uşağı, ona artıq cavabı aldığımızda bu olur 18 həftəlik. Yəni, biz 4 aylıq uşağı sırf, necə deyirlər, kör-körana hamilə qaldıqları üçün tələf eləməliyik. Bu, xanım üçün, bədəni üçün, uşaqlıq üçün çox zərərlidir və çox təhlükəlidir. Sonradan bu xanım hamilə qalmaya bilər, uşaqlığı zərər görə bilər. Bunun hasand üsulu, yəni düzgün üsulu nədir? Bizim ekstrakorporal müalicə üsuluyla alınan embrionları genetik olaraq yoxlayıb sağlamını köçürtməkdir. Bununla da cütlük tamamən sağlam uşağa sahib olurlar və bunun bu xəstəliyin gedişatı davamı olmur. Nəvələrinə, o birisilərinə ötürmələri olmur. Bununla da bitir bu iş. Ona görə də biz genetik olaraq daşıyıcı olan bir xəstələrə eksperimentlərə girməyin, özünüzə zərər verməyin. Bunun daha qısa, daha düzgün bir üsulu var və texnika da var. Yəni, bunu eləyin, özünüzü də rahatladın, uşağınızı da qucağınıza alın. Bu şəkildə. Doktor, genetik xəstəliklər deyirik, amma bəlli olan genetik xəstəliklərə görə müəyyən analizlər var. Amma elə xəstəliklər var ki, onların analizini edə bilmirik. Dediyim kimi, bizim indi autizm olan, yayılmış bir autizm olan, onu genetik olaraq görmək olmuş. Çünki səbəbi genetikdirmi, onu da hələ araşdırıb çıxarda bilməmiş. Bəzi mənbələr hələ tapıldı deyilir, hətta adını, kodunu belə verir. Bəziləri... Ondan sonra gələcəkdə bu uşaqda şəkər xəstəliyi olacaqmı, olmayacaqmı, onu da bilmək olmur. Yəni, genetik yoxlanışın da bir limiti var. Yəni, hər şeyi də yoxlaya bilmirik. 400-ə yaxın xəstəlik, maksimum baxa biləcəyimiz xəstəlikdir və onun içində bəziləri heç yoxlana bilmir. Məsələn, qadında qan qrupu negativdirsə və bu dəfələrcə pozitiv hamiləliklər olubsa, yəni uşaqda pozitiv olub və bədəndə olan titrlər
uşağa qarşı olan titrlər dəfələrcə yüksəlib və bu qadın artıq bir aktiv bir şəkildədir. Hər pozitiv olan hamiləliyi artıq sonlandırılır, yəni davam edə bilmir. İlk həftələrdən etibarən artıq bu uşağa qarşı olan immunitetləri qalxır və uşaq anemiya olub bətin daxili tələf olunur. Bunu da biz düzəldə bilmirik. Niyə? Çünki biz genetik olaraq, laborator olaraq embrionun qan qrupunu öyrənə bilmirik. Biz bunu öyrənə bilsək, biz bu qadınları bu faciədən qurtarmış olacaq. Əvvəllər daha çətin idi, amma indi profilaktik olaraq biz bu qadınları bu sensibilizasiya dediyimiz, yəni bu uşağa qarşı aqressiv bir hücrələrin titrlərin əmələ gəlməsinin qarşısını alırıq. Yəni bir iynə ilə, vaxtında vurulan bir iynə ilə bunun qarşısını alırıq. Amma artıq aktivləşmiş, artıq işdən keçmiş bir xanımlara biz kömək eləyə bilmirik. Yəni bizim də çox bir yerdə əlimiz qolumuz bağlı olur. Dəfələrlə sonsuzluğun müalicəsi ilə bağlı ekstrakorporal müalicəyə müraciət edən xanımda risklər, ilk dəfə müraciət edən xanımdakı risklə eynidir, yoxsa? Say çox olduqca yumurtalıqdakı olan yumurtaların keyfiyyəti pozulur. Bir də bu artıq cərrahi işləm olduğu üçün... Biz eşidirik 7 dəfə, 8 dəfə, 13 dəfə... Olunur. Nəyə ümid Öz rəfiqəmdə belə 16 dəfə olub. Yəni öz rəfiqəm mənim 16-cı dəfədən hamilə qalıb. Yumurta keyfiyyəti necə dəyərləndirir? Yəni biraz daha pozulmuş olur. Ona görə də deyirik, məsələn, birinci etapda biz yığdığımız yumurta keyfiyyəti A-dırsa, indi B-dir. Amma C-də deyil, yəni daha da pis deyil. Bir də bu hər dəfəsində cərrahi işləm olduğu üçün biz bir iynə ilə giririk, düzdür, UZI altında, ultrason altında eləsək belə istər-istəməz ətrafında bağırsaq var, sidik hissəsi var. Biz ora zərər verə bilərik. Yəni onun deşilmə ehtimalı, damarlar var, ən bizi narahat edən hissə. Hər dəfəsində? Hər dəfəsində bu iynə girib çıxdığında istər-istəməz spayka verir. Sağalma müddətində. Hər kəsdə deyil, amma bu ehtimal var. Sidikliyin zədələnmə ehtimalı var. Bağırsağın zədələnmə ehtimalı var. Onun üçün də biz maksimum birinci dəfə, ikinci dəfədən hamilə qalıb uşaq sahibi olmaq üçün əlimizdən gələni eləyirik. Siz burada endokrinoloji problemlər və eyni zamanda fon dəyişkənliyi ilə gedir söhbət. Dəfələrlə bu yumurtalığı stimulyasiya etməyə, dəfələrlə onu qıcıq verib, yəni daha çox yumurta hüceyrəsi əldə etmək istərsəməz qadın orqanizminə mənfi təsirini göstərir. Yəni qabaqlayıcı bir tədbirlər görülürmü daha sonrasında? Sonrasında check-uplar olur. Yəni bu dərmandan dolayı nəsə bir problem yaranacaq deyə deyil. Maksimum verə biləcəyi şey nədir? Folikulyar kistdir. Miyomatoz düyünlər? Miyomatoz düyünlər, əgər siz qadın hormonu istifadə edirsiniz. Bizim hormon istifadə spektrimiz çoxdur. Yəni əlimizdə olan preparat sayısı çoxdur. İstifadə etdiyimiz dərmanlardan çox şey asılıdır. Bəli. Bəzi dərmanlar sırf estrogenə bağlı, yəni qadın hormonu tərkibli olan preparatlardır ki, biz onu, məsələn, məmə xərçəngi olan xəstəyə istifadə eləmirik, miyom olan xəstəyə istifadə eləmirik, fibradenom olan xəstəyə istifadə eləmirik. Onu nə biləcək? Biz onu yoxlayırıq. Erkən yaşda bəzən bəlli olunur. 20'li yaşlarda gəlib sonsuzluqla, 30 yaşının üzərində olanda hər hansısa bir... gözdə görünməyəcək bir düyün və ya... Miyomlar, fibradenomlar bizə böyük... Provokasiya edə bilərmi? Ölçüsünə görə bizi incitmir, yerləşiminə görə incidir. Hamiləlik daha çox böyüdür. Məsələn, miyomu hamiləlik böyüdür. Bizim verdiyimiz, istifadə elədiyimiz iynələr deyil, yumurta böyütmək üçün deyil, stimulyasiya olanlar üçün deyil. Digər növ, yəni uşaqlığın içini hazırlamaq üçün qadın hormonları istifadəmiz o miyomun miqdarını, həcmini biraz böyüdə bilər. Amma hamiləlik qədər böyütmür. Hamiləlikdə bunun 5 qatı olur təsiri. Yenə də daha çox bilmək istədiyim daha sonrasında ananın sağlamlıq vəziyyətinə. Yəni, hamiləlik başda uşaq dünyaya gəldi, iş burada bitmir. Yəni, axı istifadə olunan dərmanlar, istər mühit hazırla, istər embriyon hazırla. Çox sayda beyin xərçəngi, məmə xərçəngi, uşaqlıq, yumurtalıq xərçəngi deyilən bir şeylər var, teoriyalar var ki, bəziləri iddia edir ki, bu bizim istifadə elədiyimiz dərmanlar bunun miqdarını artırır, amma istatistik olaraq, yəni bizim bütün konqrələrimizdə, bütün toplantılarımızda ilk işimiz budur. İlk, yəni toplanma səbəbimiz budur. Bizim verdiyimiz dərmanlar xərçəng yaradırmı istənilən bir yerində? Statistik olaraq baxdığımızda fərq yoxdur.
Yəni bir qadın məmə xərçəngi olacaqsa, istəyir mən o dərmanı verim, istəyir verməyim. Yəni bu qadın o xərçəngi olacaq. Ona görə statistik olaraq təbii Yox, ki, el arasında yaxud da necə deyirlər, media platformalarında artırır deyilir. Amma rəsmi olaraq, kitabi olaraq, statistik olaraq aralarında heç bir fərq yoxdur. Peki erkən klimaksa girmə kimi təhlükəsi? Yoxdur. Onu çox xanım soruşur ki, bəs doktor... Soruşur da yumurtalıqlar tükənir, yumurta tükənir. Siz bütün yumurtalarımızı aldınız, bəs mən tez kəsiləcəm, içində yumurta qalmadı deyə tez kəsiləcəm. Elə şey yoxdur. Hər 4 ayda bir bəlli bir miqdar yumurtalığa yumurta verilir ki, bunlar böyüməlidir. O 4 ayında da, hər ayında da bəlli bir miqdar böyüyür. Onların içindən biri dominant olur. Yəni biz bir ayda 10 dənə yumurta görürüksək, onlardan biri normalda böyüyür. Amma biz bu 10'unu da böyüdürük. Böyütməsək, bu 10'u da bu həmin dominant folikulda gedir. Onlar gələn aya qalmır. Biz xarab ola biləcək, şansa buraxmırsınız yəni. Xarab ola biləcək və gələn aya qalmayacaq yumurtaları böyüdürük. Onlar onsuz da qalmayacaq. Və biz bunu almaqla siz klimaksa tez keçmirsiniz. Çünki gələn ay yenə öz porsiyanızı alırsınız. Yumurta sayınızı alırsınız. Biz o yumurta sayısını azaltmırıq bununla. Bəs niyə bizdə o qorxunu yaradıblar? Erkən klimaksa girəcəksiniz deyə. Yox, elə bir şey olmayıb ki, heç kəsdə də olmayacaqdır. Çünki... Yox, indi hələ o qədər zaman keçməyib axı. 20 ildən çox keçib. Yəni burada bizim işlədiyimiz müddəti deyirik, amma 79-dan bəri bu işlər gedir. 45 ildə belə bir hal yaşanmayıbsa. Yaşanmayıb. Bu ekstra korporal müalicənin dostu varsa da bunun düşmanları da var və bu çəkişmələr hələ də davam edir, eləyəcək də. Hər yeni texnologiya çıxdıqca, hər yeni dərman çıxdıqca bu çəkişmələr davam eləyəcək. Zərərdirmi, deyilmi, biz problem yaratdıqmı, bizim dərman yaratdımı, o hələ davam eləyəcək və bugünə qədər bəlli bir böyük problem yaradan bir şey eləməmişik, yəni. Yenə də doktor, biz həmişə deyirik, axı qız uşağı dünyaya gələndə bəlli sayda bir yumurta verir. Siz də deyirsiniz ki, mən onu toplasam nə olacaq, toplamasam nə olacaq? O xarab olur çünki. Xarab olacaq, amma bir var ki, normal şəkildə 10 dənə toplayım. Bir də var ki, hiperstimulyasiya eləyim, 20 dənəsini toplayım. O bu ayın 20'sidir. Deyil. O bu ayın 20'sidir. Ha, bu ayın 20'sidir. Yəni 16 dəfə bir şey qalmaz ki orada. Bəzi xəstələrdə yumurta sayısı çoxdur, 20 yumurtası var və bəzi xəstələrdə az yumurtası var və bu çox yumurtaya eyni dozu verdiyində təbii ki, hiperstimulyasiya olacaq, ölümə qədər gətirib çıxarda bilər bu iş. Ona görə hər stimulyasiya eləyirəm deyən bir adama stimulyasiya eləmək olmaz. Yəni həkimlər bu işi bilən adam eləməlidir və dozları da, dərman növü də, yanaşma neçənci günündən nəyə başladığımızı onun həkim bilərək eləməlidir. Yəni bilmədən çox böyük bir fəsadlara gətirib çıxarda bilər. Bax, biz indi əldə etdik bu embriyonu. Xüsusilə də onun indi ana bətnində bunun formalaşması ayrı bir dərd. Onun orada deyirsiniz, mühiti hazırlayırıq. Mühit axı siz hazırlamadığınız halda orqanizm özü hazırlamalıdır. Və onun orada tutunma ehtimalında da yəqin ki bir problem var. Hər halda mühit hazırlanır, embriyon hazırlanır. Onun orada loridlə yapışması üçün hansısa bir yapışqanlardan mı istifadə edeyim? Mən loridlə yox, bəlli bir yapışqan yoxdur, amma elə bir mediumlarımız var ki, biz onların istifadəsində daha çox yalurun turşusuna oxşar. Embriyonla bərabər ötürürsünüz. Bərabər ötürülür və onun orada yapışmasına kömək eləyir. Amma %100, 100% biz bunu istifadə elədik, oraya yapışacaq deyə bir şey yoxdur. Biz hər elədiyimiz işlərin hamısı şansı artırmaq üçün. Bizim heç bir işimiz 100% deyil. Xəstələr deyir, doktor 100% garantiya verirsənmi? Bu işin heç birisi 100% deyil. Hər xəstəyə görə, özünə görə bir şans verilir, şans deyilir və elədiyimiz bütün prosedurlar, bütün texnologiyalar bu şansı artırmaq üçündür. Amma 100%'lik eləmək bir şansımız yoxdur. Peşəkar həkimin ünvanını sizə söyləyim. Lebonadaya hospitalı fəaliyyət göstərir. Cərrah mama ginekoloq Sevil Arif qızı ilə görüşə bilərsiniz. Burada sadəcə sonsuzluq müalicəsi ilə bağlı deyil, hamiləliyin təqibində, çətin doğuşlarda, keysəriyyə əməliyyatlarından sonra belə müraciətlər gəlir ekstra korporal müalicəyə. Bilirsiniz ki, orada belə bu mövzuya da gələn görüşümüzdə inşallah qismət olarsa toxunaq. Orada da tutanma şanslarında müəyyən risklər vardır ki, hər tərəfli həkim
xəstəyə yanaşır, ətraflı müayinə edir və doğru dəyərləndirir ki, o yüzdələri qaldırsın, yüksəlsin. Doktor, təşəkkür edirəm. Var mı sonda demək istədiyiniz? Yox, təşəkkür edirəm. Çox sağ olun, minnətdarım. Sağ olun, sağ olun. Bir daha xatırladım, həkim qonağımız cərrah mama ginekoloq Sevil Arif qızı idi. Müraciət etmək istəyənlər varsa Liv Bonadaya hospitalına müraciət edə bilər.